Həmə salam aleykum dostlar. Kandayslar, yaxşımı? Canınızlar sağmı? Sağaman oturubsızlarmı? Bugün en köp soralan indikator efirlarda, Telegramda, her yerde Bollinger Bands, Bollinger Bands. Bugün sizlere şu Bollinger Bands'ı kanday ulanamız, kaçan yukarı giremiz, kaçan pese giremiz, kaçan da bizler vapşi сделкaya girimiz. Həmməsini mən sizlərə podrobunu düşündürüb geçəmən dostlar. Конечно, bu mənim analizim boyunca, mənim taktikam boyunca dostlar. Kəbirinizlərə görə bu yanlış olmağı mümkün. Spor edinməm, потому что hər xili strategiya, hər xili analiz boyunca işli dostlar. Şunu yama edib geçəyin, heç bir indikator sizlərə 100% əməzdir. Həmişə любой bir taza görən videonuzları, taza strategiyanızları birinci ölçür, yine şöyle demo shot var. Demo shotunuzlarda barlanlar, ondan son arkayın realni balansınızlarda сделkalar açıp bilesler dostlar. Gittik. İndi indikatorları nereden almış? Şurada yine görüntüler, şurada yine ben de Turetski duranla göstergeler. Şöyle basamız. Yine Bollinger Bands var. Bollinger Bands alamız. Pesine bizlere направление zat görkezməyəyim RSI alamız dostlar. RSI самый popularny zat indikatorlardan biri. Adamların köpüşünü ulanadılar. Bərdə indi gələli Bollinger Bands'in nastroykalarına dostlar. Bərdə reski bəri 20 edəmiz. Periodunu 2 edəmiz dostlar. Tak. 2 ettik periodunu. Все. Yine şunun teken bir stil geldi. RSI'm, конечно, 11 adı koyamız dostlar. Потому что RSI tak akademiz bölünüyəm. Все. İndi hər kim hər xili koy bilədi. İminlə sizlərə ak koymalamaz. Məni pavtor etmək gərəməz. Sizlər istəndik renklərinizləri koyu biləsizlər dostlar. Bollinger Bands'da yukarısını dostlar. Yukarısını krasın edəmiz. Pəsiniyəm dostlar. Yaşıl edəmiz. İndi 2 piksel edəmiz. Bunuyam 2 piksel edəmiz. Middle ak edəli. Duraversin ak olup. Tak bunuyam 2x edəli. Background'dan gri olup duraversin dostlar. Şunkideki. Okey. İndi şuradan nəmə görüyorsunuz? Qaranlar, köp adamın şu indikatoru ulan otan vaxtındaki en köp ədodan yanlışlarının biri. Yine, например, şurada qaranlar, yine данное время yine şurada yine Bollinger Bands pəsəyə yaşıl koydum. Ne için? Потому что şöyle pəsə deyip и обратно yukarı gitmeli. То есть уже bullish sveçalardan bearish sveçalardan bullish trend görmeli bizler. Doğramaz mı? To есть yine krasny medveji sveçalar gelip şöyle değedi. Pəsə Bollinger Bands'e kasınca dedi. И ondan sonra dальше yukarı bizlere polностью dostlar bıçı sveça vermeli. Şurada görüşünüz artık. Yine şurada. İndi bu həmişə onda işləmir dostlar. Yine, например, şurada данное время karanlar trend до конца gidiyor tuttu yine. Tak, saklabiliyor mu? Дальнейшем. Yok, saklabilen yok. Dostlar bu həmişə onda işləmir. Yukarı değilse, например, pəsə gidədi. Pəsə değilse yukarı gidədi. Ova, только həmişə onda yemez dostlar. Şunun için давайте şurada indi şu temanı ele alamız. Gittik başka bir valyutlu paraya. Bizlerin сделкамızı 1 minutluk. Sveçayam 1 minutluk. Karışamız karanlar yine şurada. Yine görüyorsunuz mu? 2 de yine. Pəsə qayçaq bulan. Az şundan sonki sveçə bizlərə yaman vacın. Az şurada yine bir swing var. Swing'i görəndən son sizlər arkayın hərəkət edə bilərsiniz. Şu swing demək ucu qanday desəm, məsələ bizlərə pəsə trend razворотun havarçısı dostlar. Потому что izləyizlə swing demək ucu trend razворот demək. RSI şurada 70'in üstünde bolsa ucu pəsə сделка açıb başlamalı vaxtımızın gəl ötandığını havar bərədir dostlar. Потому что uzun vaxt qaranlayla bördə ucu 70'in üstünde ya. Şundan son ucu по-любому şu 70 emez ucu 50 zonalar tarafa ucu gelmeli. Az şundan sonra bizə 1 minutluk pəsə сделка açamız dostlar. Потому что bərdə yine swinglarımızın kasanyalarını görürsüzlər. Hazır indi görəmiz. İşləmədik yağdayında dostlar. Конечно, bez dagonkuda dagon ulanamız dostlar. Bizlər biləsizlər bir aslanlı 3 martingale ulanamız. Sizlər hər xili ulanı biləsizlər. Tak 3, 2, 1 gittik. Şurada açtık. Dagonumuz yem na всякий случай bizler. Həmişəyəm timelap koyamız. Bolu bilədi. Efirdəyəm aydaman, kanaldayam aydaman mən signal verminkəm. Astarojno bolunlar, utulup biləmiz. Kontrollü bir şekilde girinlər, balansınızlara nadeyçə etməyinlər. Kanday nola düşəningizləri bilmin kalasılar dostlar. Şunun için vнимательно girməli. Köp adam az pulunu
çok gedib götərib yetişədi. Köp adam köp pulunu nol edədi. Ne üçün? Потому что balansına надеяться dedi. Arkayın boladı. Yok çuvak, arkayın bolma. Потому что sen любое время şu balansın kandı hova bolanını bilmeyin kalasan. Garanti. Потому что bizlerin özümüzün başımızdan geçti bu zatlar. İndi hazır bərdə görüyorsunuz пока что bizlerde последний 15 sekund пока что bizlerin направление taraf boyunca gidotan görəmiz. Так, nima boladı? Последний 7 sekund. Так. 15 sekundluk strategiyamı öğrenşenden son 1 minut yanmam bana köp geledi dostlar. Evet yine birinci plus bilesler bizlere videonun zadı kesimimiz şurada sağda arkayını görebilesler dostlar. İndi şurada karanlar bərdə yine ortada bir tane middle zadımız var. Bu EMA 20'nin zadı şu yine moving average var. Отдельно yine şurada то есть yine şurada ortalama hareket dediğine hareketli ortalama mende Turecki duran şu moving average yine şu. Şu moving average'in görevini görədine şu. Şunun işine dediğine şu moving average. Toka bərdə EMA 20 şu Bollinger Bands'in içinde dostlar. İndi az karanlar. Şurada yenem karaşamız. İçerə kıstanımız. Şu bir valyutlu parada oturub biləsizlər dostlar. Karaşmalı. Hazır şu yemadan pəstə qutarsa mən dalishi yenəm bitta сделка pəsə açamam dostlar. Sonucu bizlər сделкамız alandan sonra məsələ yukarı направление tap bərəmən indi. Hazır bu gəzək. Son başqa valyutlu parada yukarı направление girəmiz. Пока что вот yine yemadan pəsə düşötan 3 2 1 yenəm bizlər 1 minutluk pəsə сделка açdıq dostlar. Qaraşamız. RSI 50'nin üstündə danlı время. Любое время pəsə падение bər bilədi 50'dən pəsə. Ну bizlərə bu важно əməz azı görüşünüzdə şurada yine idealni RSI'da moşnu pəsə giriş edildi. İndi qaraşamız. Həmişə bir gəzəkdə sniper vura bilmişlər. Bu fakt dostlar. Polibom 5'də 10'da vuramız. Ondan sonları polibom ucu dagon aldıradı dostlar. Mənim özümün şəxsi sniper rekordum 15'də bir günün içində. İzli-izna indi köp adamda hər xili. İndi görəmiz. Tak. Пока что bizlərdə 20 sekund yemaya barıb deyib qarana yenə swing çıxarıb pəsə düşəsi gəl otan. İndi görəmiz retest bərmə mümkün. Bərdə polibom bolu bilədin akızatlar. Reski izləyizlə şup güclü impuls alamız yok. Şunun üçün dagon girə biləmiz az dostlar. Gəlmədik yadayında. 3 2 1 bir dagonumuzu açamız şurada dostlar. Hiç hili страшный yeri yok. Страшный zat yok. Bolu bilədi. Без паники, без ничего. Hiç kanaka panikovət etməyə povud yoktur dostlar. Köp adam mən biləmən taza başladı. Görə də gələn yok. 1 minutun içində acımaniyəm çəkib yetişədi. Oturuam turadı prisidaniya. Karoçi içindən bilən həmmə dualarını okudu. Toga ova dua oka biləsilər. Toga bir an kızatlara gerek yok dostlar. Karışamız. Az şu sözləri işten sonra aydandırsınız da bile nereden biledik ya bu zatları? Çistim ben bu deyip. Karışamız. Потому что mən özümün bir vaxtlar şonda etdim dostlar. Сделканы açatdım ama telefon ters övrü koyatdım. Karasım gelmedi şu an. Plus mu minus mu görmeyin dedi. Plus falan olsa beğen ettim. Minus falan olsa ağzıma geleni söylettim. Так, 3, 2, 1. Вот yine. Dagon'da aldık dostlar. Buna kasloçular polibom boladı. Buna Turecki nime deylədi? Fiyatın anlık geri çekilmesi deylədi. To есть buna retest deylədi. Angliski adlanda retest. To есть şöyle обратно yine götərləsi gələdi. Ну, trend aydadı ki, dur çuvak, nereye gidiyorsan bize pəsə başladı ucu. Хватит уже yukarı gidenin dedilərdən sonucu asta pəsə düşü başladı. Şimdi давайте gittik, let's go. Bizler yukarı bir buy сделка tapalı indi dostlar başka bir paralardan. Tak, yan bir yerlere akıyı giden bir sveçe vardı. Evet yine. Ot. Halı yine şurada görüyorsunuz moşnun pəsə gidiyor tuttu. Tolka bize razı karaşamız, nüm üçün karaşamız? Şurada yine ucu görüyorsunuz Bollinger Bands'in linyasından sveçeler öz baştak ayrılı başladı. Toka Serrano bərdə RSI karanlar 30 zonanın içine giren yok. Şuradaki RSI bizlere 30'un içine girse şuradaki sarı linyadan yukarı minse ucu şondan son pa faktu fakt bərəni boladı şu, что bizler şurada buy сделка açı bilemiz dostlar. Hazır şurada karaşamız indiki sveçe ucu belki şu sveçe bizlere fakt bərər. Şöyle şu linyaya yapıştığı bizlere gönü yukarı сделка açamız dostlar. Внимательно bolmalı, kıstanmalı. Hər bir görən momentinizləri
fakt moment fikir etməyinlər, потому что ложный zatlar yaman köpdür tradingin içində dostlar. Grafikada ложный köp, тем более OTC-nin özü polностью ложный. Broker nereye alıydəsi gəlsə, şu yerə alıb gedər dostlar. Mən bunu həmişə maydaman, yaşırımman, atamın platforması emas. OTC para demək, только sizlərin pulunuzların axotasında demək dostlar. Şunun üçün bizlər brokerdan umlaraq çıxacaq olmalı, hərəkət etməli, dagonlamalı, zad etməli, kovalaşmalı. Вот yine şurada yine gördüğünüzler 30'un içine girip başladı. Bizlər hazır şurada yukarı 1 minutlik сделка açamız. 3-2-1 gittik. Açtık сделkamızı. İndi qaraşamız dostlar. Gəlməyən yadında dagonumuz var biləsilər bizlərdə. Ucu dagon уже как привычка, как hobby desem mən boladı. İndi görəmiz. Qaraşalı пока что mən imsim oturayın, sizlərəm сделкaya qarab tomaşa edin. Üç, iki, bir. Вот. Bu сделка bizərinki dostlar. Kiçkinə sveçə, no zato bizərin aydan zonamızda yine şurada qaranlar 30'un zonasına girdi. Doğru mu? Mən alı pəstə vaxtda aytdım. Şunun zonasına girsə bizərəm yukarı сделка açamız dedim dostlar. Görüşünüz artık. Video уже 11 minut oldu. Уже 12. mində gidiyordu. Yine halıya mindi yukarı başladı. Görüşünüz artık dostlar. Mən bunu öz oputlarım boyunca aydatman. Belki sizler başka time frame'larda işleten olmanızlar mümkün. Belki sizlerinki bilənmənki doğru gəlməməzliyi mümkün. Toka mən yine şunu değiştim ben dostlar. Sizlərəm şunu barlab görə biləsizlər demo shotunuzlarda. Barlab olandan sonra pожалуйста YouTube'un şu videoların tekine komentariya yazınlar. Yaxşı oput mu, yaman oput mu, başardınızlar mı, сделкасlara, то есть strategiyaslara plus barot mu, minus barot mu, həmməsini пожалуйста yazınlar ki başqalarım görsün, чтобы şu strategiya действительно рабочий и Xudaya şükür şu günə çən yaman отзыв gəlmədi, həmməsiyəm. Yaxşı отзыв denməyizlərəm. Spasiba dostlar, потому что sizlər şuningdek yaxşı отзывlar yazan sayı mənə motivasiya gələdi, что mənim şuningdek taza videolar çəkəsim gələdi dostlar. Görüşünüzlər də yine bizlər girdik. Bizlərdən son halı yenəm yukarı направление devam edotan. İndi arada TikTok'ta zaten hem şeyim önümden çıkadı o haterlar, без хейтера никуда, конечно, но şolaram bana motivasiya verdi dostlar. Bana yazsın ya da başka şu iş edip yürüyen adamlara, не только Pocket Option, любой Forex'ta, Gold'da, kriptodaki dostlarımıza не то sözler yazdılar dostlar. Adamlar nə istiyordan özləyən bilmedi. Потому что onlar öz oputu boyunca yazdı. Köpsü vapşı şu zada geri görmedik. Köpsü yazdı. Öyünü sat yani maşını. Sen top boy olsan satarsan sen boynuna bıçak diren adam var mı? Dalba yok. Ne için sen öyünü sat otsan? Nabarot sen birini iki etme için bu işlere baş koş otsan doğramaz mı? Sen işlotsan ailen yeten yok senin. Yomayı. Sen özün bir raboçu bir adam. Doğru mu? Mənim kəmsi dotmanım əz dostlar, yəni yanlış düşünməyinlər. Həmməmizəm raboçu. Mən halı bu günəmişdim mən özüməm daşından. İşlisən ova, prosta sən niməyə dayanıb yazotsan şu zatları deyəcək bolotmanda, sən özün bir raboçu adam, stabilni bir aylığın var. Şu aylıqdan nə razısən? Потому что birini iki edə bilən yox. Bərə gələsən, oputun yox, analizin yox, сделка açasan zadəsən, götünə vurasan, çıxı gidəsən, pocket option scam. Forex scam, kripto girsen balaksızlığa alan. Kim vinavat yok mu? Ben vinavat mı? Sen vinavat mı şuna kadar? Prosta adamlarda dostlar düşünce совсем pes. An düşünce совсем pes. İnakda tako momentlar boladı. Ne только bizlere blogerlar, aktörler, aktrisalar ama bizlerin şu Türkmenlerin içindeki özümüzün yıldızlarımız var. Şolara yazarlar. Tako kandı desem bir nalac deyin komentariyalara yazdılar o özlərinin başarmadık zatlarını çünkü prямо qusyalar o şu komentariyadalar. Bu derece görüp olmalı. Mesela mən inaqda bara yakam tutamanda bile Türkmen bolanma inaqda bara uyalar dereceye gelemem. Köp sayda dene akşamam Magic Trading efirində oturupmuz şatırlar elə belə de bir yaz otan millet parazlık. Hiç kiməm ördə bördə de olmaz saylan yok.
Mən Xudaya şükür etmişdim, mən Çarjovda da oldum, mən dünyaya 10 gece gəlsəm, yenə Çarjov saylardım dostlar. Потому что mən istemiyorum, например, чтобы millət parasçılıq olsun ya da mən dünya kanalıma dünya Çarjovskiləri toplamıyorum. Mən istəsəm edə bilərdim şu zatları. Toka mən edəm yox, mən həmmə kiməyim açıq mən. Ne только Türkmenler, Azerbaycan, Özbek her yerden geldiler bizden kanala. İşledik həmməsi bilənəm dostlar. Millət parazlıq yaman zat. Xuday da öğretti bizləri. Məmməm, Allah yarattı. Allah məni istəsə Aşqabadda doğuzdıra bilərdi. Allah məni istəsə Amerikada bir yerlərdə dünyaya gətirtira bilərdi. Doğramazmı? Heç kim bir yerdə bolmasın, sayıla bilən yox. Ya da bu ovalı, bu kolxoz, bu çort, bu çumo, karoçu birinə maklaşqada, birinə də o marruqda, birinə başqa bir zat gəlişmir dostlar. Həmmən bir türkmen. Nə üçün boladı nə şu zatlar? Meslikdən boladı. Yurtda uruş zat yox, Xudaya şükür, Allah qorasın. Yurtda eğer uruş zat bolan bolsa, nə şu marruq şaturda yürüyən adamlarına zarbalar da Doğans geyinler var aydayın mı? Gön atkriti. Geçirəsə, конечно, ağzım bozanım üçün şu derece ettirədilər dostlar. Millət parasçılığı koyunlar. Millət parasçılıq yaman zatdır. Aşqabad, Lebab, Marı, Axal, Daşoğuz, Balkan həmməsiyəm bir adam dostlar. Bir, səndən ütgeşk yerimiz yok ya da sənin məndən ütgeşk yerin yok. Yotanlanın şu tamdır çöreği, yotanlanın şu buğday, giyotan zadın paxta, polностью nahar bişyanın ak yağın şu, siz zadın slivişni yağın, həmmə zadın həm karoçu bir. Nemən ütgeşik? Ammana kodumun adamı, nemən ütgeşik? Şunun üçün bu zatlara üns berimiz, чтобы millet parasçılıkta совсем ben klint edemem dostlar. Başka zatlarda o eşitmezliğe uğramam, потому что bana bildirmedi adamların мнениясы. Atak millet parasçılık yaman zat dostlar. Bir adam öz yurdunun içinde ağzı birliği sakla bilmedi olsa, hiç yerde hem ağzı birliği sakla bilmedi dostlar. Dışarı yurda çıkıp şu adam günlüyem görebilmedi. Şu adam şatır patır deyodan adamlara вообще Çarjova gelip unakan gep aydı bilmedi dostlar. Polностью Çarjov'un adam biledi. Günü en çıkardılar adamın. Şunun için polностью akkuratlı bolalı bir-birimizə уважениyanı yitirməli. Dünya bərdə bizlərin maksadımız pul işləmək dostlar. Pulumuza qaralı. Удачи всем, sağımın oturunlar. Şu strategiya boyunca düşünməyən zadınızlar var bolsa yazı biləsilər. İnakaranlar halı что bərdə inakaranlar Bollinger Band'in üstüne çıktı. Edilyan случай. Pes retest bərdi ya обратно yana yukarı gidotan. Ana şuntek dostlar. Düşünmeyen zadınızlar var bolsa aydı biləsilər. Paka всем. Bizler bilen kalınlar. Bizlerin VIP grupamızda hem signallarımız var, botumuz var, zadımız var. Arkayın bizlere koşulup işlep biləsilər. Jilanyanızlar var bolsa yazı biləsilər dostlar. Paka всем.